İrçəlecek kendimiz. Aybəniz Muxtar qızı. Yol gedir Novruzluya, yurdumuz Novruzluya. Yollara güller sepek, bugüne kurban kesek. Dönmüşük Novruzluya. Elime bahar geldi, torpağıma can verdi. Şükürler olsun, bu il Novruzlu torpağında bayram tonqalı yandı. Laləni, bənövşəni öz kəndimizdən dərək, əlvan gül çiçəyindən ucalan başımıza sevinç çələngi hörək. Novruzlu bir çələcək, üzlər yenə güləcək, kəhri suyu gələcək, torpağa can verəcək, əkəcək, becərəcək oğullar Novruzluda. Şor armud, xəncan armud, daş armud, yaylıq armud, al buxarı gavalı, ağ çiçəklər açacaq. Üzümün hər növündən yeni bağlar salacaq oğullar Novruzluda. Dadını heç bir yerdə tapmadığım ağ tutu, kərxanaya çırparaq ətrafına toplaşıb, şirin-şirin yiyəcək oğullar Novruzluda. Kəndim abad olacaq, daş evlər ucalacaq, toy büsat qurulacaq, cənnət məkan olacaq hər tərəf Novruzluda. Yurdu firavan görən incik şəhidlərimin ruhları şadlanacaq, göydə pərvaz edəcək. Onları yaşadacaq oğullar Novruzluda, xoşbəxt həyat quracaq oğullar Novruzluda, xoşbəxt həyat quracaq oğullar Novruzluda. Çəkilişə düşdü bizə hamı. Akşam Allah sen de ölenlerine rahmet eylesin. Hakikaten. Sağ ol ayıl. Bu yol Mərziliyə gedən yol, sağ tərəfə, sol tərəfə gedən yol Ümmətlərə gedir. Bax buradan da Novruzlu başlayır. Allah evini yırsın ayırlar. Aşraf. Məktəbin partalarının hansı oturacaqdı bu? Söz sürücü partaları. Reha. Demirleri de çürük gelirdiler. 32 il. Buralar kimin evlər olub? Bak burada. Məktəbin böyündəki evlər. Ama bu İnqilab kimi. köhnə məktəb. Hemen bu zadındır. Yaşar mənim kimi evləri. Bu sağ tərəfdə ev. Qabaqda bunlar. Zat kimliğimiz tanımıyor. Rəhmətli Şuradakı evi. İnqilab kimi siyah. Bak bu evlər. Bunların evlərin hələ deyir, orada şey də var, bunker var orada. Akram, Allah kısmet eylesin bu kentden
Balaların toyunu çəkəsən, Amin, zamanların amin. toyunu çəkəsən. Nə qədər? İnşallah Novruzda hamı belə. Amin inşallah. Hamının ziyarəti qəbul olsun. Gəl inşallah. Çox şükür. Çox şükür ana vətən. Sevindim doğma yurdum. Mənim gözəl Novruzlum. Uğrunda nə qədər şəhidlərim var. Nə qədər yaralın, igid dönməz ordum var. Mənim gözəl Ağdamım, ey gözəl Qarabağım, var olsun igidin, var olsun ordu. Çox illər gözləmişik. Həsrətindən nə qədər doğmalar itirmişik. Lənət olsun düşmənə, həsrət qalmışdıq sənə. Mənim gözəl Ağdamım, ey gözəl Qarabağım, var olsun igidin, var olsun ordun. Bayrağın yenidən dalğalanacaq. Şəhidlər yenidən doğulacaqdı. Dağılan yurt yuva cənnətə dönüb yenə də çox gözəl məskən olacaq. Mənim gözəl Ağdamım, ey gözəl Qarabağım, var olsun igidin, var olsun ordun. İnşallah gedərəm gözəl yurduma, axtarıb taparam ata evimi. Neçə il həsrətdə gözü yoldadır. Yaxşı ki dili yox nəsə soruşa. Yəqin ki nişanə bir şey taparam. Atamı, anamı xatırlayaram. Ey gözəl Novruzlum, ey gözəl Novruzlum, gözəl Ağdamım, var olsun igidin, var olsun ordun. Var olsun igidin, var olsun ordun. Bizim ev. Qaləmgilin evi, devam dördüncü diye burada bizim ev. Allah tufanı da alsın, ayırma. Ayırma. Haydi be. Arabaya çönderikleri. Buranın da olsun. Ot çalmam, yadıma düştü mənim. Hemşehriniz babanızdır. Sağ ol. Allah sağ değmesin. Sağ olsun. Ha Doğuşana, ha sen ne yapıyorsun? Sağ olsun elə. Qabildən xahiş elədim ki, gör qolumda qoşa nə qədər dəryaz varsa gətir. Çəkirdi belə, sen atıyorum Allah'ından dokuz yapar. Allah. Bir başına mı? Elbette. Kardeş var, gel bakalım. Mezeler niye? Gördü buraya ne diyecek? Oraya su oldu dede, su oldu. O da girmedi değil mi? Yok. Yok.
Hoş gelmişsin. Alın böyle. Ha kaka. Yığaram aparamda. Apar bir danaların yesin. Ha uşaqlar görmüyor. Ali Başkomandanımız Allah can sağlığı versin. Şükür Allah gelmiş, arzumuza takmış. Arzumuzda çiçek kessin. Şükür Allah. Elimiz obamıza gelip hamıya kısmet olsun. Hamıya nasip olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Nə qədər kəndimizdən köçənlər var, dünyasını dəyişənlər var, Allah onlara rəhmət eləsin. Torpa uğrunda gedenlerin hamısına Allah rahmet eylesin. Sağ ol. Dünya durmuşlar onlara kayana kayana rahmet eylesin. Yeri sende olsun. Bizim də borcumuz odur ki, gələk belə, biz də belə əziyyətləri çəkək. Sağ ol, sağ ol. Borcumuz. Sağ ol Əmi, sağ ol. Sağ ol, sağ ol. Allah cəmi dünyasını dəyişmişlər, hamısına rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ola olmasa yəqin ki biz burada olmarıq. Bəli, bəli. Bütün əziyyət çəkən, döyüşən, bütün o qazilərimizə Allah Veteranlarımıza, veteranlarımıza, qazilərimizə şəfa versin, ağrıyanlara, acılara əksik olsun həmişə. Onların hesabına, sayəsində biz bugün buradayıq. Bəli, bəli, öz yurdumuzda. Öz yurdumuzda, öz evimizdə, öz eşiyimizdəyik. Sağ ol, böyle. Sağ ol. Baba. Allah canını sağ eləsin. Bugün gəlib burada sən də əziyyət çəkirsən. Lazımdır qardaş, lazımdır. Allah ölənlərin hamısına rəhmət eləsin. Allah her birimizden ordumuzda yaşamalıdır. Allah Hafız müəllimin də canını sağ eləsin, su ilə təmin eləyir buranı. Çəkdən oğul toy, qız toy, nəvə toy, nəfsə toy eləyər. Amin. Allah heç birimizə verir. Allah təşəkkürlər. Yerəzənlər.
Ama bunu görəndə getdim. Koydu uşağı. Gözəl işlər görünür, təmizlik işlər aparılır. Ondan xahiş edirik, bura hər kim gəlsin, o talaq olanda onları təmizləsinlər, ağaçları sulasınlar. Eşki arabası sür, brotu yığa. İnəklər acdı qap. Var yumurtayız o yerden. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin, veteranlarımızın canı sağ eləsin qardaş. Allah bütün orucu cəmaatının canı sağlığı versin, dünyasını dəyişmişlər, Allah rəhmət eləsin. O gün olsun yığışaq kəndimizə xeyir işlər eləyir. Allah atana, anana, cavan qardaşına rəhmət eləsin qardaş. Sağ eləsin. Var, təxminən bura olacaq. Cana yaşıram. Cavandan yadına düşür eləmi? Yaman darıxmışdım dəryazdan ötər. Harda qaldı cavandan, ay yaşıram? Qardaşım əlinin adından da hamıya təşəkkür edirəm. O biraz kənardadır, gələ bilmir. Kim ki burada əziyyət çəkir, Allah hamısının canını sağ eləsin. Amin. Qabağından vuraq. Mən qabağından vuraq. Yoluna baxıyorum. Əlində burada gəlib bax la, metalik. Adam yoxdur, taraz var değil mi? Yox. Bir tərəfini vursun, tarazdan gəlsin. Belə yaxşı yola açarlar. Ağır ağırlar üstündə. Dağlar bırak ağırlar. Elə qabaq yaxşı. Bir-birinə bir də qabağa zaten. Şurada bir də qabağa. Ona sonra eləyəcək, sən
Bağdan gelirsiniz, Deryaz Lapatka bu nedir böyle? 72 bağına geldi, ot çalmakta, su sulamakta. Hemen de şey. Abil otları söğürürdü. Allah rəhmət etsin. Yekə xalanın bağından gəldiyindən bəri. Bütün şəhidlərimizə rəhmət eylesin. Allahın sayəsində. Yəni biz üçümüz də sinif yoldaş olmuşuq. Allah üçünüzə də ömür versin. Ya da sizin timsalınızda bütün sinif yoldaşlarınızın. Sağ ol. Namık də qismət eləsin bura gəlməyi. Amin. Gətirəcəm onu elə. Onun üçün fort almışam. Yəni sağ gəlsin bura. Bilmirəm, sağla tipi gətirəcəm. Yalandan durup değil. Sırsa ona sığa. Öyle sırt çemir. Direkt Namık'ta. Ona da salamlar olsun. İnşallah Arıqsarsı canlansın, o da həmçə qoşulsun bizlərə. İnşallah. Günün olsun Cahit də inəklərin qaçsın qabana deyir, o dəri ilə qaçsın. Diye buralarda utarsın. Mən Cahit'ə kesib at alırım. Allah bazar versin. Ancaq inşallah. Ben söz verir ki inşallah cümlenden gelecek. İnşallah. İnşallah yolu yaxın olsun. Amin. O da yaxşı qardaşdır. Allah dəyməsin. Hamısına. Öksün belli otar. Halil nə döşüyor? Vay! Şöyle. Ha valla. Hadi. Keşke bak. Ha gel sağlam. Dört tane fotoğraf var. Bulamadılar. Kardeş, bak bu yoldaşların hamısı buraya gelip deyip, sanmız Noruzlu sakini. Allah ölenlerimizin hamısına rahmet eylesin. Allah şehitlerimize rahmet eylesin. Noruzlu'da şehitler xiyabanının karşısında durmuşum. Allah şehitlerin hamısına rahmet eylesin. Buraya yakınlaştı. Deməli, yoldaşlar, bu gün həmçinin biz Sovet hökumətinin dövründə 41-45 müharibəsində həlak olmuş 106 Noruzlu sakininin də adı burada yazılıbdır. Həmçinin SSR dövlətində hərbi xidmətdə həlak olmuş Noruzlu sakinləri 7 nəfər. Allah hamısına gəni rəhmət eləsin. Allah rahmet eylesin. Onlar da Noruzlu sakinlərdir. Bunlar da şəhiddirlər. Allah bütün şəhidlərə bizə rəhmət eylesin. Bu günlərdə Sverdlovski'dən rəhmətli Cavadın qardaşı Sadık həkim yollayıb. Yəni ki, oradan xahiş eləyir. Sadık öz qardaşının da daşın bizim də onu qəbrin üstündə ora aparıb orada yerləşdirəcəyik. Bu günlərdə Sadık həkimin adından bizim bu şəhidlər xiyabanına biliyoruz, indi qəbirstanlığa gedəcəyik. Oradakı şəhidlərimizin üstünə qoyulması üçündür. Dedim ki, hər kəsin də məlumat olsun. Sadık həkimi də salamlayıram. Allah canını sağ eləsin. Elimizin, obamızın bir nümayəndəsidir. Sadık həkim, eşq olsun sənə. Allah qardaşına, ölənlərin hamısına rəhmət eləsin. Öpürəm səni.
Evet. Deməli, yoldaşlar, Allah Rizvan kardeşime gəni rəhmət eləsin. Amin. Rizvan kardeşimle ben 10 il bir sınıfta okumuşum. Bir məhəllədə böyümüşük. Benim en yakın dostum oldu. Rizvan da bizim cengaver şehitlerimizden biridir. Bugün biz onu ziyaret edirik. Bir Noruzlu birliği olarak, bir Noruzlu cemaat olarak ben Rizvan kardeşimin yakınlarına, əzizlerine başsağlığı diləyirəm. Allah gəni rəhmət eləsin, Allah yerdə qalanların canını sağ eləsin. Rizvan kardeşimin de güllərim dəyişək. Ruhu şad olsun. Allah gəni rəhmət eləsin. Allah bütün dünyasını dəyişən şəhidlərimizə rəhmət eləsin. Amin. Tabii bunu o cür elə. Akametin çok ilişkiyor burada var. Onda onda tabura. Əqamətdə elə belə olmuşsunuz. Peşə. Allah rəhmət eləsin. Allah canınızı sağ eləsin. Turca, hər biriniz əziyyət çəksiniz. Vallahi çox sağ olsun. Elnur, çox sağ ol. Araz. Hadi, Allah xoşlar olsun hamısının. Borcumuzdur, borcumuz. Hər birinizə, Davut Məlli, Mahir qardaşım, İslam Mamoğlu. Allah xoşlar olsun. Hamısının halal olsun. Şahlar qardaşım da o da ağaçları suluyor. Da əldən burada yağı çəksin. Öpürəm səni. Allah səni qorusun. Allah'tan rəhmət eləsin. Hər biriniz Hamısının halal xoş olsun. Evet. Hem seviştiğim hem de ağlıyor, yüreğim ağlıyor. Ben belə normal ben. Gözün da Allah vermez. Salam aleyküm. Ay neymişsiniz? Allah rahmet eylesin. Ay salam. Salam. Senin o zakazını yerine yetirir. Bütün demir vurdu. O nerede? Allah size Allah köməyiniz. İsmail Ziyəddin. Rizva, bu da bizim Rizva. İskəndərdir, Habil də bizdən döyüşübdür. Elə biz kəndiyik. Əvvəlcə bir Sovetli olmuş. Bir cemaat olmuş. Bir cemaat olmuş. Allah'ım sana. Hamısı Noruzlu gedir. İstəyir biz, istəyir onlar hamısı Noruzlu sayılır. İşte bizden sorsan da harda olsa derim Noruzlu'da. Elə də ayrı nə var ki, olsun harda Noruzlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə də can sağlığı versin ki, elə bir forma şərait yaratmısınız. Gəlib, bir burada məsələn şərait belə qurmuşsunuz. İnşallah elə gəlib ziyarətdə edirsən adama xoş gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Abi imkansız da. Üçüncü abi yoksa. Onlar bu zaman. Üçüncü. Zaman. Canavar olan. Abi bizden gelen şeyler bir mermere dövdümüşüz. Başında da Faruk Yapsan'da orada bastırdık daha. Allah'ım sana rahmet eylesin. Allah Rızvan'a da rahmet eylesin. Rızvan'la bir sınıfta okumuşum. Rahmetli Rizvan'daki Rizvan, Şahin, Selim.
Bax gördüyün bu səhnələr, çəkilən bu ah nalələr, qəlb dağlayan mənzərələr bizim kənddən xəbər verir. Baxdıqca qəm, kədər verir. İtirdik çox yoldaşları, qonşuları, qardaşları, tökülən bu göz yaşları bizim kənddən xəbər verir. Baxdıqca qəm, kədər verir. Tənhalığa olduq yoldaş, nə dost qaldı, nə də sirdaş. Həzin külək yavaş-yavaş bizim kənddən xəbər verir. Baxdıqca qəm, kədər verir. Nələr çəkdim 30 ildə, söz qalmadı daha dildə. Solan güllər bu fəsildə bizim kənddən xəbər verir. Baxdıqca qəm, kədər verir. Viran qoydu yurdu yağı, sinəmizə çəkdi dağı. Dağılmış şəhid bulağı bizim kənddən xəbər verir. Baxdıqca qəm, kədər verir. Yenə yağar yağış qarım, yenə çalar kaman tarım. Şükür indi qohumlarım gedib kənddən xəbər verir. Bizim kənddən xəbər verir. Baxdıqca qəm, kədər verir. Baxdıqca qəm, kədər verir. Bu turba deməli o vaxtı yuxarıki artizan vardı. Artizandan su gəlirdi. Tənəkliyin arasından gəlirdi. Arpalık vardı. Arpalıktan geçirdi, Kalabat Kərzin suyu vardı. Döndürdüler o suyu ora. Bak o turbadır. Bak budur. Ay Allah, ay Allah. Bak odur. Asfalttan bak bunu kesip, bak bu durmanı koymuşlar ki su geçirdi buradan. Burada da setkaydı. Bu ise şeydi. Ferma. Yoldaşlar, bugün biz bir Noruzlu Birliği olarak geldik. Burası bizim şehitler xiyabanına. Allah şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı. Elimize, obamıza, yurdumuza hemşe güzel günler kısmet olsun. Bir məlumatda verirəm ki, 40 metr şlank buranı sulamaq üçün 40 metr şlankı rəhmətli Zeynal müəllimin oğlu Hüseyin müəllim, Hafiz müəllim alıb yollayıb. Ben buradan da onlara öz salamımı çatdırıram. Allah canları sağ eləsin. Həmçinin Əzmizadə Hafiz müəllim. Bax, bütün maşını vaxtında gəlir, buranın çənini suyunu doldurur. Buradan Hafiz müəllimi də salamlayıram. Allah canını sağ eləsin. Allah elimiz, obamız, yurdumuz üçün kim nə eləyirsə, onun hər birisinə Allah Teala'nın belə həmişə gözəl günləri qismət olsun. Amin. Siz də Noruz kəndinə xoş gəlmişsiniz. Mən sözümü qurtarım. Öpürəm sizləri. Bizim bir eyləsi nə varsa hamısını sən dedin, ay saqqal. Biz də nə eləyiriksə, nə eləmişiksə, halal xoşlar olsun. Allah rəhmət Allah onların ruhlarını şad eləsin. Bugün biz növbəti bir plakatımızla burada bizim bu şəhidlər xiyabanında yerləşdirdik. Bu 1944-45-də Ağdam rayonu Noruzu kəndindən müharibəyə gedib geri dönməyən sakinlərin siyasi və Sovet dövründə, SSR dövründə hərbi xidmətdə dünyasını dəyişdirmiş ev oğullarımızın şəkilləri həmin plakatda vardı. Biz bugün də onu gətirdik, bura yerləşdik. Allah hamısına qəni-qəni rəhmət eləsin, ruhları şad olsun. Və Allah şəhidlərimizə də rəhmət eləsin. Nə eləyirsə halal xoşlar olsun. Əkrəm, çox sağ ol qardaş. Çox sağ ol. Noruzlu Birliği hara gedirsə, sən də gedib öz əziyyətini çəksən. Mən buradan
Niyaməddini də salamlayıram, Bağmanı da salamlayıram, Bakiri də salamlayıram. Rusiyada olan Novruzlu Birliyinin üzvlərin hamısını, Abdullayev İsanı şəxsən salamlayıram. Allah Rizvan qardaşımıza qəni-qəni rəhmət eləsin. Amin. Bu da bizim kəndin cəngavər oğlanlarından. Biz sinif yoldaş olmuşuz. Dost olmuşuz. Yəni Allah rəhmət eləsin. and olsun Allah, elə olub ki, mən onun urbaşkasını geyinmişəm, onun futbolkasını geyinmişəm, o da mənimkin geyinib. Bax, elə bir münasibətimiz olur. O qardaşlıq münasibətidir. Seyid Lazım Ağanın cəddəki olanın deyirəm. Allah qəni-qəni Elə bir yoldaşlığımız olur. Onun koftasında mənim evdə şəkilim var. İmennoy 10-cu sinifdə, 10-cu sinifdə. O koftada mənim şəkilim var. Allah Rizvan qardaşımıza da qəni Allah əzlərinə, yaxınlarına səbir versin. Amin. Gözəl insanıdır. Allah şəhidlərimiz hamısını rəhmət etsin. Sizə də can sağlığı. Allah həmə can sağlığı versin. Buradan da yəqin ki, girəcəyində qəbristanlığımızı ziyarət edəcəyik. Orada bir neçə plakatlar var, onları da quraşdıracağıq. Şəhidlərimizin plakatları var, görkəmli insanlarımızın plakatları var. Allah onlara da, bütün orada yatanların da hamısına rəhmət eləsin. Amin. Allah əziyyət çəkən hər birinin həyatdan keçmişlərinə rəhmət eləsin. Hamı əziyyətini halal eləsin. Bir də ki, Zabil qardaşım demişkən, Hafiz müəllimə xüsusi təşəkkür edirəm. Bir kəlməyə, bir zəngə, həmişə dediyimiz kimi o dəqiqə maşın su ilə başımız üstədir. Bu qardaşımıza da təşəkkür edirik. Allah Rizvan qardaşıma da rəhmət eləsin. Burada bu həlak olmuş kəndçilərimizin, babalarımızın, əmrlərimizin də hər birinə qəni-qəni rəhmət eləsin. Bu şəhidlərimizdə hamısı şəhid sayılır bunlar da, yəni bizim qəlbimizdə. Onlara da Allah hamısına rəhmət eləsin. Ümumən Novruzdan keçənin Allah hamısına qəni-qəni rəhmət eləsin. Allah hamısına rəhmət eləsin. Söylən bütün qardaşlara can sağlığı versin. Allah rəhmət eləsin. Sağ olun, əziyyət çəkdiniz. Hər birinizə can sağlığı. Allah xoşları olsun. Allah xoşları olsun. Allah gəl. Durma var Sen ne durmadın? Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.